Nəhayət ki, dünən şeytanın qıçını qırdım və aylardır ertələdiyim təmizliyi etdim. Gözümdə dağ kimi görünürdü, sən demə çox asan imiş. Təbii ki, insanın əlinin altında ona yardımcı olan vasitələr olduqda bu iş laf asanlaşır. Bu şikəslən nə gözəl imiş. Hər evə lazım. Təbii ki, salfetdə. Reklam edə bilmirik, adını çəkə bilmirik, çünki artıq bəzi qadağaları var. Amma bildiniz ki, söhbət hansı salfetdən. Deməli, tam effektsiz çəkirəm. Çox gözəldir. Yəni ilk dəfə ki, belə dərindən təmiz görünüşü gözəl parıldayır. Yəni ilk öncə bir bez ilə silin, sonra isə üstündən salfet ilə. Sol tərəfdən hazır. İndi keçirəm içəriyə. Düzünü desəm, pərdələri çıxartmağa ərinirdim. Bu da yanvardan bəri qalıb heç işləmirdi, onu da çıxartdım. Və sonda isə amma pərdələri çıxartdım. Qapı da az qalsın qırılıb qalmışdı əlimdə. Sən demə çoxdan qopub, amma xəbərimiz yoxdur. Düzəltdirərik inşallah. Burada da bu toralan qırıldı qaldı əlimdə. Bu gün nəsə işlər tərs gedirdi. Təmizlədim, divarı da sildim, gücüm çatan qədər, əlim çatdığı qədər və bu divanda uşaqlar oturur, o divar tez-tez bulaşır, amma həmişə əlim üstündədir. Divanı da qəşəng sildim. Bu sildiyim məhsul keçən səfər paylaşdığım məhsuldur. Bütün hər yeri silmək üçün olan məhsul. Ataplenini də qəşəng sildim. Dünən storyda bir neçə məsləhətlər vermişdiniz, çox sağ olun. Burada tərtəmiz, təmizlik kimisi yox.